Salamlar dostlar, necəsiz, nə var, nə yox, nə edirsiniz? Kiçik bir vlogla qarşınızdayım. Bugün planda nə var? Birinci Apple-a gedirəm. Şnurlu naushnik almışdıq, itib. Ondan bir dənə təzədən götürəcəm. 19-20 dollardı səhv eləmirəmsə. Mağazanı sizə göstərim. Nə qəşəng böyük da. Elə dedim, elə bilet gəlməmişəm bura. Qarası yoxşuyuram biraz, amma normalda daha qəşəng görürəm dostlar. Çox da şey eləməyin. Qəşəngdir əslində bizə. Bundan alacaq. Bir dənə alaq, sonra davam eləyək. Vision Pro yadınızda alıb yoxlamışdım. Sonra qaytardım amma. iPhone 17 Air. Qəşəngdir. 5 milyon olsa nə qədər ala bilərəm? 5000 dənə. No, I'm good. Thank you. Thanks so much. Apple artıq mənə sıxıcı gəlir. Elə almaq istədiyim bir şey yoxdur. Əslində o HomePod'lar var. Siri kimi danışa bilirsiniz də. Onlar maraqlıdır. Bir də təzə MacBook. Baxın bu. Bu yox. Baxın buradadır. Çox qəşəngdir. Çox balacadır və qiyməti də həqiqətən çox dəhşət ucuzdur. Baxın, 599 dollar. Yəni bir kompüter üçün 600 dollar, hətta Apple kompüter üçün 600 dollar mükəmməldir. Amma mən iPad-dən istəyirəm. iPad mini. Baxın, çox balacadır, qəşəngdir. Var idi məndə, Mətinə verdim. Nəysə, çox oynamayaq. Gedək hələ ki, işimiz çoxdur. Hal-hazırda Santa Monica'dayıq bu arada. Santa Monica'dan planımda var ki, Venice qaçım, Venice sahilinə. O qədər də çox deyil məsafə, təxmini bir 4-5 kilometrdir. Amma qaçmağa da buradan başlamayacağım da, sahilə düşəndən sonra qaçmağa başlayaram. Və Mr. Beast yarışmasına qoşulmağımın üçün səs verməyə hal-hazırda bir gün qalıb. Amma siz buna baxanda artıq bitib. Bitəndən sonra paylaşacağım. Əvvəlcədən planlarımı falan deyəcəm sizə. Necə səs verməyi daha doğrusu səs toplamağı planlaşdırırdım. Düşündüm elə daha çox dəstək gələr. Bu arada videoya keçmədən like atın ki, bu video daha çox adamın qarşısına çıxsın. Mənim üçün ən dəyərli hədiyyə bu videoya like atıb alınsa şərh yazmanız ola bilər. Nəysə, deməli səs verməyə bir gün qalmış. Mən dedim ki, izləyicilərimə qarşılıq olaraq hədiyyə verim də. Yəni mənə səs verənlərə planlaşdırdım. Dedim, seçilsəm də seçilməsəm də mənə səs verənlər, daha doğrusu seçilsəm bir nə bilim 10 nəfərə 100 manat və ya 20 nəfərə 50 manat kimi bir şey. Və seçilsəm nələr eləyərəm 5 milyon dollarla izləyicilərə, onu da deyim ki, səs toplayım. Sonra şərtləri oxudum. Şərtlərdə yazmışdı ki, bəs pul və hədiyyə qarşılığında səs ala bilmərsən. O da bir növ elə bir şey sayıldığı üçün riskə atmadım. Dedim, eybi yox və sizə də heç nə deyə bilmədim. İndi bilmirəm seçilmişəm, seçilməmişəm. Amma hal-hazırda seçilməsəm belə siz mənə çox dəstək oldunuz. Çoxunuz həqiqətən çox əziyyət çəkdi. Bildim, görürəm, hamı mənə yazırdı. Dostuma atdım, tanışıma atdım, 10 nəfərə səs verdirdim, özüm nə qədər səs verdim falan. Mən də bunu heç olmasa biraz qarşılığı olaraq seçilməsəm belə, yəni bu video dəxli yoxdur, seçilmişəm ya yox. İstəyirəm ki, sizə Google mağazasına baxaq. Atam həmişə buradan keçəndə video atıram, deyir ki, mağazaya gir, video çək. İndi video çəkirib sizə göstərəcəm. Kim ki mənə səs verib, təklif edirəm. Bu təklifi Instagramda da paylaşacağam. Fikirləşdim ki, 10 nəfərə 100 manat hədiyyə eləyim. Mənim üçün hal-hazırda bu həqiqətən böyük bir şeydir. Amma sadəcə sizə bir sualım var. Mənə səs verən 10 izləyiciyə 100 manat mı verim, yoxsa ehtiyacı olan birinə, daha doğrusu bir quruma 1000 manat mı bağışlayayım? Ehtiyacı olan qurumda yaşama dəstəkdir. Niyə ora bağışlamaq istədiyimi də birazdan deyəcəm. Gəlin bir dənə hələ ki Google mağazasına girək. Google Store, görək nələr var. Google maraqlıdır. Saatları var. Pixel 10 Pro. O nə qəşəngdir. Google telefonu Azərbaycanda o qədər də məşhur telefon deyil. Amma çox qəşəngdir, mən həqiqətən çox bəyənirəm. Videona baxın, babatdır. Pixel 10 Pro budur. Elə ən axırıncısı budur deyəsən. Bu da Pixel 10. Bu deyəsən nəsə daha böyükdür. 10 Pro Extra Large. Bu daha böyükdür. Qiyməti neçədir? Qiymət yazmır burada. Mağaza dizaynı həqiqətən qəşəngdir. Burada da belə maraqlı şeylər satırlar. Google-a aid. Hal-hazırda rəngləri görmürəm. Bu gözümdəki şeyə o qədər saxta. Təsəvvür edin, gözümdəki açqın 5 dollar almışam. Heç nə görə bilmirəm. 45 dollara case. Taxta 70 dollar. Nə maraqlıdır. Bu internetimiz olmayanda oynat. Ay! Allah! Kepka. Baxın, açılan telefon. Ekran belədir, açılır. Həm belə olur, həm də burada full ekran. Nə qəribədir. 1799 nədir o? Bu arada o biri telefonların qiyməti budur. 10 Pro 999, 128'lik. Pro Extra Large 256'lıq, 1200 dollar. Amma aylara bölsəz çox da pis deyil, yəni 2000'lik telefon belə aylıq 60 dollar, 36 aylıq kredidən, 3 illik. Nəysə dostlar, davam eləyək. Yarış üçün həqiqətən dəhşət çox. Məsələn, mən statistikaya baxdım.
paylaşdığım linklərə reklamalar və səhifəmə qoyduğum linkə nə qədər adam daxil olub falan, təxmini 30 mindən daha çox adam linkə daxil olub. Bunun 1/3 mənə səs vermiş olsa, 10 min səs dəhşət bir şeydir. Və bütün dost tanışların yaydığı linklər falan, yəni o vapşı daha çoxdur da. Ona görə düşünürəm, kaş 10 min səs toplasaq möhtəşəm olar. Digər 3 dənə yarışmacı var. Hər biri özünə görə güclü rəqibdir. Yəni heç bir rəqibi xəfifə almaq ehtiyac yoxdur yəni. Amma nəticədə görəcəyik kim seçilir. Hər kim seçiləcəksə, Azərbaycan təmsil edəcəksə, uğurlar arzu edirəm. Mənim özümə görə, mənim o yarışa getməyim mənim üçün uğurdan əlavə olaraq bir xəyalı gerçəkləşdirməkdir. Mənim üçün bəlkə də o xəyal idi və mən gerçəkləşdirirəm. Ora gedib heç bir nəticə qazanmasam belə, o yarışda gedib iştirak eləmək, təcrübə, elə bir təcrübəni yaşamaq, elə bir ortamı experience eləmək, təcrübə eləmək mənim üçün çox dəyərlidir və ona görə bu anı mənə yaşada bilsəz, əgər seçilsəm, yaşasam, nə xoş mənə. Olmasa da yazanlar var, qaqa bu qədər paylaşma, seçilməsən olacam falan. Seçilməsəm də seçilməyəcək. Yəni dünyanın axırı deyil ki, oturub ağlayan deyiləm, eləyən deyiləm. Hə, pis olaram-mı? Biraz pis ola bilərəm, amma dünyanın axırı deyil yəni. Mən keçən ildən sonra başıma gələcək heç pis şey mən sağlamlığım olmadığı müddətcə narahat eləməsi mümkün deyil də yəni. Eləyərək bəlkə bir neçə saatlıq, amma yəni sonra ucu vecim olmaz. Nəysə, dostlar, sahilə çatırıq. Santa Monikanı biraz sizə göstərim. Hava bu gün ayın aprelin 30-udur səhv eləmirəmsə. Hava qəşəngdir, amma bez qollu geyinmişəm. Altdan da tişört geyinmişəm. Yəni ümumiyyətlə mən məsələn çox artist biriyəm. Məsələn dırnağımın ucu belə yara olanda, nə bilim, dodağım belə yara olanda hamı elədir. O gün elə bilir ki, dünyanın ən belə ağrılısız odur da, yəni səndən daha dərdlisi yoxdur. Ən dərdlisi sənsən. Amma yəni bəzən elə adamları görür ki, adam, yəni utanmaq istəyir də özünün problem elədiyi şeylərdən. O utana da bilmir. Çünki sənin dırnağın ağrıyanda elə bir hələ də elə hiss eləyirsən ki, ən pis səndədir. Çünki sənin ağrıyır. Dişin ağrıyanda, barmağın ağrıyanda, barmağın qırağa dəyəndə, dilini dişləyəndə, yəni ən sadə ağrı belə sənə daha ağrılı gəlir. Çünki sən başqasının ağrısını hiss eləyə bilmərsən, yəni mümkün deyil, yəni. Amma başqasının acısını nə demək olar, yəni belə empati duya bilərsən də, yəni onun necə ağrı hiss elədiyini düşünə bilərsən. Nəysə, dəstək olmadığım, olmaq istədiyim aşağıya link də yerləşdirəcəm. Əgər siz də belə bəlkə 1 qəpik, 2 qəpik, 3 qəpik, 1 manat, 50 qəpik falan yollamaq istəsəz, bəzi dəri xəstəliyi olan dostlarımız var. Mən bu dostumuzun baxdım. Daha da yaxşı olar. Elə çıxıb. Sən bu dostumuza baxdım. Yəni dəri xəstəliyindən əziyyət çəkirlər. Yəni xəstəliyin tam açıqlamasını bilmirəm, amma yəni bu səhifəni işlədən xanım da neçə illərdir görürəm, həmişə əziyyət çəkir, yardım toplayır. Uşaqlara, daha çox səfərimiz uşaqlarda olur bu xəstəlik. Uşaqlara köməklik eləyir. İlkin olaraq bunlara yardım eləmək istəyirəm. Ona görə qərarı siz verin. Təbii ki, çox pulum olsa çox yardım eləmək istərdim. Əgər getsəm, yarışa gedəcəm deyə məndə bir dənə maşın var idi, onu satdım. Priz yox, prizdən əlavə bir dənə maşın var idi, onu satdım. Dəyər dəyməzinə $4000 satdım ki, mən getsəm, bilmirəm onlar mənim xərclərimi ödəyər ya yox. Və ondan əvvəldə təsəvvür edin, maşının $2000 təmir elətdirdim. Sonra yenə xarab oldu. $900 bir də təmir elədim, 950. Sonra 350-yə də bir dəfə təmir elətdirdim. Yəni 3300, maşında satdım 4000-ə, yəni əslində belə baxanda 700 falan qalıb. Yəni fakt hesabımda $4000 var da. Məsələn, burada sığorta var, evin kirayəsi elə tamamlanla bir yerdə 2000-dən çox gəlir çıxır. Ona görə düşündüm ki, ora gedəndə evin kirayəsini eləyə biləcəyim bir şey yoxdur. Sonra bəzi məcburi xərclər, onları eləyə biləcək bir şey yoxdur. Ay yarım heç olmasa məni idarə eləsin. Yəni birdən bunun demə səbəbi əslində odur ki, birdən deyərsən ki, kimsə deyər ki, və həqiqətən qismət olsa yarışı qazansan, 5 milyonun olsa və bu yarışda sadəcə 5 milyon qazanmırsan, yəni daha az da qazana bilərsən. 1 milyon qazanma şansın da ola bilər. 100 min də qazanma şansın ola bilər. 10 min də qazanma şansın ola bilər. 1000 də ola bilər. 1 milyon da ola bilər. 500 min də ola bilər. Keçən sezonlarda müxtəlif növ məbləğlər qazanan olmuşdu. Bu arada Santa Monica Pierdəyəm. Bura məşhur GTA-nın çəkildiyi, GTA 5-in olduğu yerdir. Baxın, ora karusellər. Nəysə, 5 milyonu qazansam dostlar, həqiqi sözümdür və daha az qazansam da, siz nə edərdiniz məsələn? Mən həqiqətən 5 milyon, yəni da həyatla işim bitib, yəni. Artıq ömür boyu rahat, əziyyət çəkmədən, ay bu ölüb orada, nə edib salıb, buna baxın. Orada uzanıb. Evsiz.
Mən intervyu ilk video çəkəndə o keçən videoda sizlə paylaşdım. Oradan soruşurdu ki 5 milyon qazansan nə edərsən? Mən də dedim ki Azərbaycanda çox kontent yaradıcısı yoxdur. Kontent yaradarım daha çox. Çünki 5 milyon elə puldur ki sən ömrün axırına kimi sənə bəs eləyə bilər əgər düzgün yerlərə yatırsan. Və ondan əlavə də artıq həqiqətən elə bir puldur ki insanın o qədər pul olanda həyatın mənası gedir. Yəni sən 90% insanın həyatın mənası bu dəqiqə təhsil almaq, oxumaq, sonra işləmək falandır. Yəni bunları eləməyəndən sonra adam eləyəcək bir şey qalmır bəzən. Ona görə düzgün bir şeylər eləməlidir ki, həyatın mənasını itirməsin. Mənim üçün həyatın mənası bəlkə də kontent yaratmaqdır, sizlərə nəsə bir şey paylaşmaqdır. Ona görə yenə kontent yaratmağa davam edərəm. Gözəl proyektlər falan. Çox detallı incəliklərinə girmədən, çünki mən də bilmirəm. Yəni çünki o qədər bir pul yoxdur və o pulu qazanma ehtimalı 0.5-dir. Amma bu planlar gələcək üçün plan da ola bilər. Özümə bir not kimi çox çalışıb, çox işləyib, yaxşı yerlərə gəlib 5 milyon dollar qazancım olsa nələr eləyərəm kimi bir şey. Təbii ki, o başda qeyd elədiyim yardımı daha çox eləmək istəyərəm. Əlimdən gəldiyi qədər. Bu oyundan nəsə bir uduş əldə eləsəm, özümə ayıracağım məbləğ bir qırağa. Bir, Azərbaycanda həqiqətən çox dərrakə gənclər var. Mən özümə heç vaxt ağıllı deməmişəm, amma Azərbaycanda o qədər ağıllı, gözəl işlərlə məşğul olan, proyektlər hazırlayan, o gənclərin işlərinə yatırım eləyərəm. Bir növbəsində mənim üçün də qazancı ola bilər. Gənclərin startaplarına dəstək olmaq istəyərəm ki, onlar da arzularının dalınca getsin. Startap nədir ki, bəzilərinə 3000, 5000, 10000, 20000, düzdür, bəzən daha çox ehtiyacı olan olur. Çünki mən YouTube-a da başlayanda həmişə gənclərə örnək videolar çox çəkməmişəm. Yəni belə özümün həyat tərzimi bəzən vloqluyuram, xaricdəki həyat, amma bunu vloqlayaraq bəlkə də bəzi gənclərə motivasiya olur ki, məni sevməyən gəncə belə motivasiya olur. Yəni o bir dənə şey var, siz necə motivasiya alırsınız? O da deyir, mən deyirəm ki, bu xiyar eləyibsə mən də eləyə bilərəm. Yəni mən istəyirəm ki, gənclər baxıb desin ki, həqiqətən özümü pis vəziyyətə qoyuram. Bu xiyar eləyibsə mən də eləyə bilərəm. Yəni mən çünki anormal biri deyiləm də. Yəni mən hal-hazırda Santa Monica sahildə gəzirəm, Venisə qədər gedirəm. Yəni mənim özəlliyim yoxdur, həqiqətən yoxdur. Və ya xaricdə yaşayan gənclər var burada. Həqiqətən görürəm nə bir əziyyətlə gəliblər, həqiqətən heç bir kömək olmadan. Yəni sizin o gənclərdən fərqiniz yoxdur. Sadəcə biraz daha çox düzgün çalışmalısınız. Bəziləri çox çalışır, amma çox çalışmaq bir şey deyil də, biraz düzgün çalışmaq lazımdır. Mənim də indi gətirib videolarımı şey eləyəcəklər. Yəni mən motivasiya vermirəm, mən motivasiya verici sözlər olduğunu düşünmürəm. Nəysə dostlar, başını buraxın. Mən sizə motivasiya, sözlərlə motivasiya vermək istəmirəm. Yəni gördüyünüz motivasiya olsun istəyirəm. Keçdim bu tərəfə. Bu arada Santa Monica buralara gələn olsa, Santa Monica və Venice sahilləri çimmək üçün, suya girmək üçün ən pis sahillərdən biridir. Yəni həqiqətən. Buradan desən baxın kanalizasiya ilə tökülür ora. Əslində belə şeylər demək beynində artıq məqsədi qoymaq da, yəni sən o 5 milyonu qazanacaqsan demək kimi bir şeydir. Amma yəni mən bunu da bilirəm ki, ora gedib ilk turdan da uduzub gələ bilərəm yəni. Əli getməyə də bilərəm ha bu videonu yəni çəkəndə bilmirəm. Sadəcə mən indidən çəkirəm ki, ən azından bilin ki, getsəm də getməsəm də məqsədim budur da. Yəni məsələn mənim seçilməyim nəyə görə yaxşı ola bilər? Mən onsuz Azərbaycan dilində kontent yaradıram. Başlayandan ingiliscəsində yaratmaq şansım olduğu halda istəməmişəm. Heç ilgimi belə çəkməyib də. Düşünmüşəm ki, Azərbaycan dilində kontent yaratmaq daha gözəldir. Yəni öz millətindən dialoqa keçirsən, onlar üçün nəsə yaradırsan. Bu gün hələ 4-cü gün, gün ortadır. Camaat çöldə, skuter sürür, əylənirlər. Hə, yəni göz önündə birini seçmək daha belə gözəldir. Çünki pulu da göz önündə xərcləsin ki, nəsə deyə biləsiniz. Atıram, tanımadığınız birinin seçilməsi və atıram o mahnı qutarsın. Hə, tanımadığınız birinin seçilməsi o deməkdir ki, atıram gedib o pulu qazansa, yenə üzdə olmadan o pulu xərcləyəcək, yəni siz heç görməyəcəksiniz. Buradan Venisə təxmini bir 4 kilometr yolumuz var. Amma hələ qaçmağa başlamamışam, çünki onsuz biraz isinmək yaxşıdır. Sonra qaçmağa başlayandan sonra da gedib qaçıb, onlara bax nə günlər geyinib dinozavr paltarı. Onsuz geriyə də doğru qaçacaq. Bu tərəfi tutum danışım, siz də cəmaata baxın. Bu arada qaçmağa təzə başlamışam. Aranızda qaçan varsa, tövsiyələriniz varsa verə bilərsiniz. Başda həqiqətən çox tez yorulurdum. Artıq yavaş-yavaş hiss edirəm ki, hər dəfə 2 dəqiqə, 3 dəqiqə daha çox qaça bilirəm. Yəni ağrı hiss eləmirəm, nəfəsim kəsilmir. Düzgün nəfəs almaq da önəmlidir, amma nəysə də. Mən 2 il əvvəl falan Squid Game-i paylaşanda MrBeast, mən də istəyirdim ki, Azərbaycanda elə bir yarış keçirim. Çünki biz də uşaqlıqda çox oyun oynamışıq da. Atıram Bənövşə, 7 daş, 11 tuş, bir sürü oyun var. Düşünürdüm ki, onları məsələn keçirsəm necə olar da? Qalibə də məsələn 10.000 manat falan versəm. Belə şeylər xəyalım var da. Yəni bundan əlavə olsa da demədiyim şeylər də var. Təbii ki, ev alaram. Hamının eləmək istədiyi şey. Da yatırım eləyərəm. Ağlımda mənim həmişə müxtəlif növ biznes ideyaları olub. Əlimdə pul olandan sonra daha rahat gerçəkləşdirərəm. Bütün full Azərbaycan turu eləmək istəyirəm. Azərbaycanın bütün şəhərlərini gəzib, bəlkə gələcəkdə
bu videonu izləyən kiməsə indidən xəbər eləyim ki, bütün Azərbaycan bölgələrini gəzib hər pələng bunu eləmişdi. Daha doğrusu bilmirəm necə, tam olaraq necə eləmişdi, ya eləyirdi. Bütün bölgələrdəki gənclər mərkəzində bir görüş keçirib, orada gəlmək istəyən gənclərlə görüşmək istəyərəm. Səs yazır, görün. Hə, səs yazır. Hə, bütün gənclərlə görüşmək istəyərəm hər bir bölgədə və həmin Azərbaycan bölgələrində də video çəkib elə YouTube-da yayınlamaq istəyərəm. Məncə maraqlı bir konsept olar. Yəni bunun kimi video konseptləri istəyərəm çoxlu. Onsuz da bunun üçün o qədər də pula ehtiyac yoxdur deyə düşünürəm. Yəni bunun üçün 5 milyon qazanmağa ehtiyac yoxdur. Bunu yenə də eləyə bilərəm. Sadəcə YouTube content planlarımı sizə biraz da açıqladım. Ha, voleybol oynayırlar. Aha, vur. O vuracaq bax. Oo! Qəşəng. Sonra burada kafe var. Burada cəmaət oturub dincəlir, oyunlar oynayır. Maraqlı həqiqətən Əlay. Buna görə köçmüşəm bura. Düzdür, bahalı belə olsa Texasda bunları görmək mümkün deyil. Amma bax, qaqam gerir sörf eləməyə. Burada sörf eləməyə zordur. Futbol oynayırlar burada. Birazdan qaçmağa başlayaq. Nə qədər danışdım. Bu arada yarış, fiziki yarış olacaq deyənlər var. Dostlar, ola bilər ki, orada bəzi fiziki parkurlar olsun. Parkur olması mənim üçün daha gözəl. Yəni orada güc göstərmirsən, sadəcə bir yerdən bir yerə tullanırsan falan. Və mənim eləyə biləcəyim ən yaxşı şey odur. Mən uşaqlıqdan belə çevik idman növləri ilə məşğul olmuşam. Parkura getmişəm falan. Orada güc göstərisi olmayacaq. Sənə deməyəcək, ala bu 100 kilonu qaldır görək, qaldıra bilsən, qaldırsan, keçdin. Yəni elə bir şey deyil. Çünki bu yarışa xanımlar da qatılır. Bu yarışı güclülər seçmirlər onsuz da. Keçən sezon güclülər və ağıllıları idi. Orada belə çox belə güc yarışması yox idi da. Bu arada indi bir xəbər çıxdı ki, mayın 24-ü nəsə bazar gününə düşür də. Hansısa epizod, bir yarış East Carolina University'də canlı olacaq. İşte Amerikada qalan varsa, o tərəflərə yaxın olan varsa, gedib orada hər kim olacaqsa Azərbaycanı dəstəkləyə bilər. Mən ora yarışı getməsəm belə, ora mənim üçün çox uzaqdır. Böyük ehtimal ki, gedə bilmərəm. Biraz ara verim. Yəni ümumi olaraq demək istədiklərim bunlar idi. Məbləğdən asılı olmayaraq orada 1000 belə qazansam, 10 min, 100 min, heç nə qazanmasam belə yenə bu dediklərim hər zaman keçərlidir gələcək üçün. Amma qazansam nə gözəl, arzularımı daha tez reallaşdıra bilərəm. Aha, oynayırlar. Santa Monica ilə Venice arasındakı əsas fərq, Santa Monica'da ikisi də turistik yerdir. Venice'də amma ikisi də turistik yerdir, amma Venice'də biraz belə sənətkarlar çoxdur. Artistlər burada şey yaradır, belə sənətlər yaradır, satırlar falan. Yəni Santa Monica'da belə şeylər yoxdur sahilin kənarında. Siz nə gözəldir, yəni dünyanın ən məşhur sahilidir. Sizcə parking burada neçədir? Yəni neçə ola bilər parkingdə? Təxmin eləyin. İndi mən sizə belə dedimsə, siz təxmin eləyəndə düzgün cavabı təxmin eləyəcəksiniz. Parking düz sahilin yanında 6 dollardır, 6. Yəni hələ də inana bilmirəm ki, sahilin kənarında, hətta burada şəhərdə falan bəzi yerlərdə 20 dollar, 25 dollar, hətta bəzən saatlıq 10-15 dollar olur. Bu qiymətə olması möhtəşəmdir yəni. Gəl park elə. Hətta mən indi maşını park elədiyim yerdə 1 saat yarım pulsuzdur, sonra da hər 20 dəqiqə 1 dollar 50 sent minəmə elə bir şey də. Ona görə yəni çox möhtəşəmdir. Valla bu ölüb burada, neyiniyib? Ha, belə qəribə adamlar da həqiqətən çox dəhşət var burada. Bildiğin düşüb, yatıb, qalıb da, bəlkə də, nə bilim, ölüb də. Biz də burada heç nə olmadan gəzirik, hərəkət edirik burada. Can qiymətləri sizə göstərim. Baxın, velosiped. Bu arada biraz kənara gəlsəz çox daha ucuz tapa bilərsiniz, amma yəni bu düz sahilin ortasında, yəni bildiyin götür burada sür. Yəni 1 saatı 10 dollar, 2 saatı 20 dollar, bütün gün 28 dollar velosiped. Sonra 2 oturacaqlı 55 dollar bütün gün, 1 saatı 20 dollar. Nəysə qiymətlər burada. Elektrikli də saatı 25 dollardır. Həftəlik də götürə bilirsiniz, gecəlik də, yəni bu gün götür, sabah gətir. Sual verə bilərsiniz. Sizdən özümdən sual yaradıram ki, siz mənə nə sual verə bilərsiniz. Mən Dallasdan Los Angeles'a köçməyimin çox səbəbi oldu, amma əsas səbəblərdən biri də bu idi ki, gözəldir bura. Yəni çox gözəl yer var, məsələn Kaliforniyada, amma ora çox insan yoxdur da, yəni orada kollec, universitet falan şərait biraz azdır. Los Angeles amma elədir ki, çox böyük yerdir. İnsan keyfi olmayanda bir dənə sahilə gəlsin, dəniz havasını alsın, palmalara baxsın, həqiqətən. Və keyfinin düzəlməmə ehtimalı yoxdur da, yəni. Nə də başına pis şey gəlsin, deyəcəksən ki, eyb yox da, yəni həyat gözəldir, yəni həqiqətən şükür ki, buradayam. Maraqlı, gözəldir. Amma məqsəd nədir, onu anlamadım. Yenə də gözəl bir şeydir. Burada nə var? Burada da belə bir şey eləyiblər. Orada skan eləyib baxmaq olar. Skate, xalçada skate. Yəni, görürsünüz belə gözəldir həqiqətən. Dallasda belə şey tapa bilmərsən. Mən indi olduğum yerlə müqayisə edirəm, əvvəl 2-3 il qaldığım yerlə.
Nəysə bunu bir vlog kimi elədim də sizə. Deyirsiniz Mahir. Heç nə çəkməsən belə adi bir şey çək. Biz izləyəcəyik. Ona görə dedim ki, bəlkə sizə də qaza gətirər belə yerləri görmək. Dostlar, biraz burada oturdum. Venice sahilində. Burada belə roliklə həmişə oynayırlar. Yəni nə vaxt mən bura gəlsəm həmişə oynayırlar. Tərəfdə də skate park var. Skate parkda skateboard sürənlər skate sürür. Cəmaət də ətrafda onlara baxır. Burada aylıq abunəliyim var burada sinemaya. $12.50 ödəyirəm. Və normalda onlayn bilet alanda əlavə faiz falan ödəməlisən, onlayn alırsan deyə falan. Biraz pul daha çox çıxır. Amma aylıq $12.50 abunəlik var və hər ay sənə bir dənə bilet verir. Bir dənə bilet aldım, 2 dənə daha doğrusu kinoya. Kinonun normal qiyməti $16.50-dir. Mən amma 2 dənə abunəliyim, daha doğrusu 2 aydır yığılmışdı deyə pulsuz aldım. İndi gedəcəm kinoya, buradan qaça-qaça. Elə qəşəng vlog oldu da, günlük bir vlog tərzində bir şey oldu. Dostlar, qaçırdım amma dedim orada qaçmaqdansa sahilin kənarında qaçmaq daha maraqlı olar. Gəldik sahilin yanına. Suya girənlər də var. Dediyim kimi buranın suyu biraz şeydir, kirlidir. O qədər də adam yoxdur. Biraz sahilin içində adam daha çoxdur. Daha doğrusu Santa Monica tərəfdə. O var ya, orada karusel var. Ora qədər qaçacaq. Getdi. Soldum. Terləyəndə də kullan suya. Dostlar, çolaq kimi qaçanda ayağım su oldu. Ağa nətər vurdusa, yine full arxa tərəfi su olmadı amma biraz su oldu. Həvəsim öldü. Neysə, qaçmağa davam. Çatdıq artıq. Buradan da saat neçədir? 5:59, 6:45-də də şeydir, kino başlayır. Yəqin ki, hələ 15 dəqiqə falan şey olacaq. Reklamlar 7-də ancaq başlayar. Gəldik sinemaya. Gedəcəyimiz kino Project Hail Mary'dir. Bileti də görə bilərsiniz. Ora girəndə olsa istifadə olunacaq. Bu arada yarışmada Türkiyədən Turabi təmsil olunan eləyəcək 99%. Hello. Gonna be to yourself. Okay, thank you. Dostlar, QR kodu burada skan elədilər girişdə və auditoriumların qabağında heç kim olmur. Zalların qabağında. Yəni gəlib burada hilələr öyrənirəm. Gəlib burada birindən çıxıb digərinə girib baxa bilərsiniz. Təbii ki, o qədər səbriniz varsa, çünki biri elə 2-3 saat çəkir. Salonlardan bir yerdə gedirik. Project Hail Mary. Hələ başlamayıb. Burada narahat yerdir. Narahat dediyim adi yerdir, adi oturmaq yeri. Bizim evin yanındakı daha qəşəngdir. What is Grace doing? Question? Having a moment. Everyone take their seats. Wake up. Dostlar, filmdən çıxdıq və filmdən sonra elə belə baxırdıq orada başqa nə var. Bir də gördük ki, Michael Jackson bir saat 9:35-də başlayır. Saatda 9:55 saat idi. Yəni tam təzə başlayıb. Tez girdik içəri, gördük boş yer var. Elə boş yerdən birində oturduq. Və axıra qədər də baxdıq Michael Jacksona. Baxdım, ikisi də həqiqətən gözəl idi. Videonu sonlandırıram. Özünüzə yaxşı baxın. Sağlam qalın. Sağlamlığınıza diqqət eləyin. Hər birinizə təkrardan dəstəyiniz üçün təşəkkürümü bildirirəm. Bu arada kinoda olanda biz Games komandasından bir dənə mail gəldi. Nəticənin nə vaxt açıqlanacağı ilə əlaqədar, ancaq bilmirəm dəqiq deyə bilirəm ya yox. Yəni bir neçə gün açıqlanar yəqin ki. Amma açıqlanandan sonra sizə deyə biləcəm ya yox, onu dəqiq bilmirəm. Görəcək. Sonra dəqiq soruşub sizə deyərəm. İşte dostlar, mən getdim, gecə 1-dir. Özünüzə yaxşı baxın. Sağ